Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizə evdə olan ərzaqlarla çox asan hazırlanan şokoladlı, pambıq qədər yumşaq pryaniklər hazırlayıram. Əvvəlcə 100 qram un götürürük, üzərinə 220 qram şəkər tozu əlavə edib, bunu yumurta çırpan vasitəsilə şəkər tozu ilə unu qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra 200 ml, yəni 1 stəkan süd götürürük. Südü də mütləq bir qazana əlavə edib, südü qaynatmağa ehtiyac yoxdur. Sadəcə qaynar hala gəldi. Özünüz də görəcəksiniz ki, süddən par çıxır, parlanır artıq. Bu cür olduqda ocaqdan götürürsüz və əlavə edirsiniz həmin bu qarışdırdığımız unlu şəkər tozlu qarışımın üzərinə və qarışdırırsınız. Gördüyünüz kimi süd bu cür qaynar olmalıdır, süddən par çıxmalıdır. Bu cür olduqda əlavə edirik bu unlu qarışımın üzərinə və yaxşı-yaxşı qarışdırırıq ki, un topa şəklində qalmasın, tamamilə həll olsun. Bunu biraz belə qarışdırdıqdan sonra biraz ev temperaturunda saxlayırıq ki, qaynarlığı getsin, yəni biraz soyusun. İlıq hala gəldikdə üzərinə 35 ml, yəni 5 xörək qaşığı dolu qoxusu olmayan, yəni qarğıdalı yağı əlavə edirik. Mütləq çalışın qarğıdalı yağından istifadə edin. Bir ədəd yumurtanın da ağını sarısından ayırırıq. Yumurtanın sarısını əlavə edirik xəmirin içərisinə. Yumurtanın ağını isə qlazur üçün saxlayırıq. Bura çay qaşığının ucunda duz, çay qaşığının ucunda soda əlavə edirik. 15 qram qabartma tozu əlavə edirik. 15 qram qabartma tozu da 1 paket yarım qabartma tozu eləyir. Qabartma tozunu da əlavə etdikdən sonra kakao əlavə edirik üzərinə və bunları yaxşı-yaxşı qarışdırırıq. Mənim istifadə etdiyim kakao tünd kakao olduğu üçün mən 30 qram kakaodan istifadə etdim. Sizin istifadə etdiyiniz kakao açıq rəngdə olarsa, onda mütləq 50 qram kakaodan istifadə edin. Və bunu da yaxşı-yaxşı qarışdırdıqdan sonra ən sonda isə unu hissə-hissə əlavə edirik və spatula vasitəsilə qarışdırırıq. Burada xəmiri əllə qətiyyən qarışdırmayın, çünki ələ yapışqan bir xəmir olur. Ona görə mütləq çalışın sonadək spatula vasitəsilə qarışdırın. Üzərinə 2 stəkan, yəni 260 qram da un əlavə edirik. Unu bir neçə dəfə əlavə etdim və qeyd etdiyim kimi spatula vasitəsilə qarışdırdım, çünki bu xəmir çox yumşaq, yapışqan bir xəmir olur. Yapışqan xəmir olduğuna baxmayaraq, xəmir öz formasını çox gözəl saxlayır, yəni bişəndə də formasını qətiyyən itirmir. Ona görə əlavə un tökməyə ehtiyac yoxdur. Əgər kakaosuz sadə ağ pryaniklər hazırlamaq istəsəniz, onda kakaonu xəmirə əlavə etməyə bilərsiniz. Sadəcə kakaonun miqdarı qədər unu artıraraq, bir də 2 paket vanil əlavə edərək sadə vanilli pryaniklər də hazırlaya bilərsiniz. Gördüyünüz kimi xəmirin konsistensiyası bu cür olmalıdır. Qətiyyən artıq un tökməyin. Sadəcə sonda 1 xörək qaşığı un götürürük, süzgəcin içərisinə əlavə edirik. Biraz xəmirin üzərinə, biraz da masanın üzərinə əlavə edirik. Çünki xəmir yapışqan olduğu üçün ona görə mütləq üzərinə, bir də altına un əlavə etmək lazımdır. 1 xörək qaşığı unun bir qismini əlavə edirik üzərinə, alt hissəsinə. Xəmirin yarısını əlavə edirik həmin bu unun üzərinə. Yarısı isə qalır qabımızın içərisində və gördüyünüz kimi hər tərəfinə una bulayaraq 8 mm qalınlıqda yayırıq. Çalışın xəmiri çox incə, nazik yaymayın. 8 mm qalınlıqda yaysaz yetərlidir. Yəni çox nazik alınmasınlar. Biraz belə qəşəng şiş köpmüş olmasını istəsəz mütləq 8 mm qalınlığında yayın. Bir də mən pryanikləri 5 sm eni olan gördüyünüz kimi fiqurla kəsirəm. Adi bakalla da kəsə bilərsiniz. 5 sm enində olan bakalla kəsdikdə bu reseptlə tam olaraq 40-42 ədəd pryaniklər alınır. Məndə bu dəfə 42 ədəd pryanik alındı. Kənar hissələrdən çıxan bu xəmirləri yenə də toparlayırıq və sonda yenə də bunu da yayırıq, kəsirik. Yenə də masanın üzərinə biraz un səpdim və qalan xəmiri də əlavə edirəm. Xəmir görürsüz, yapışqan, çox yumşaq xəmir olduğu üçün İnanın, o qədər yumşaq, o qədər dadlı, ləzzətli pryaniklər alınır ki, siz bu qədər dadlı, ləzzətli pryanikləri bəlkə mağazadan, heç bir yerdən ala bilməzsiniz. Həqiqətən də möhtəşəm alınır, mütləq hazırlayarsınız. Bilirəm ki, çox bəyənəcəksiniz, geri dönüşlərinizi gözləyəcəm. Hətta kəsərkən belə görürsünüz, mən fiquru una bulayıram və kəsirəm. Bir də ki, kəsərkən bir-bir belə, kəsən kimi mütləq həmin bu xəmiri çıxardın, qoyun kənara. Çünki qalanda kənar hissələr yenə yapışır. Xəmir yumşaq olduğu üçün ona görə mütləq bir-bir kəsərkən belə hamısını bu cür belə qəşəng çıxarın, qoyun kənarda qalsın.
Artıq sobamı da yandırmışam. Bu pryaniklər çox tez bişir. 15 dəqiqə müddətində bişib hazır olurlar. Mən demək olar ki, şirniyyatlarımın çoxunu konveksiya rejimində bişirdiyimə görə, yəni mənim sobam konveksiya rejimində daha çox gözəl bişirir şirniyyatlarımı. Ona görə bu dəfə də bunları 190 dərəcədə 15 dəqiqə müddətində konveksiya rejimində bişirdim sobanın ən alt gözündə. Amma konveksiyasız bişirsəniz 180 dərəcədə bişirə bilərsiniz. Tam 15 dəqiqə müddətində bişib hazır olur. İndi hər kəs öz sobasının dilini bilir. Yəni mənim sobamda 15 dəqiqəyə bişib hazır oldular. Görsüz nə qəşəng 2 qatına qədər şişir, qalxır. Alt hissəsi qızarır. İçərisinin bişib-bişməməyini çöplədə yoxlaya bilərsiniz. Qeyd etdiyim kimi tam 15 dəqiqə müddətində bişib hazır olur. Hələ ikinci listim sobada olmuşkən, baxın, burada hələ üzərinin glazurunu hazırlamamışam, amma xəmirin yumşaqlığını sizlərə göstərirəm. O qədər yumşaq, o qədər dadlı, zərif, möhtəşəm bir pryaniklər alınır ki, yedikcə dadından doymaq olmur. Həqiqətən də çox gözəl bir reseptdir. Mütləq hazırlayın. Və artıq ikinci listim də bişib hazır oldu. Qeyd etdiyim kimi bu reseptlə tam 42 ədəd pryaniklər alındı. Glazur üçün də 150 qram şəkər pudrası götürürük. Burada şəkər pudrası mütləqdir. Yəni mənə yazmayın ki, şəkər tozu olar yoxsa yox. Şəkər tozu qətiyyən olmaz. Şəkər pudrası götürürük 150 qram. Üzərinə ayırdığımız bir ədəd yumurtanın ağını əlavə edirik və yaxşı-yaxşı bunları qarışdırdıqdan sonra 2 çay qaşığı da limonun şirəsini, yəni limonun suyun içərisinə sıxırıq. Limonun suyu burada nə işə yarayır? Limonun suyu həm glazurun rəngini ağardır, həm çox az biraz belə turş məzəliyi verir, çox az. Həm də ki yumurtanın qoxusunu tamamilə itirir. Glazurdan qətiyyən yumurta qoxusu gəlmir. Yenə də yaxşı-yaxşı qarışdırırıq və artıq glazurumuz hazırdır. Limon suyunu əlavə etdikdən sonra qarışdırarkən özünüz də diqqətlə baxsanız görəcəksiniz ki, glazurun rəngi tamamilə açılır, ağappaq olur. Ərzaqların miqdarını stəkan ölçüsü ilə belə hamısını dəqiqliklə açıqlama bölümündə qeyd edəcəm, oradan baxarsınız. Pryaniklər tam soyduqdan sonra qətiyyən isti-isti glazur vurmayın. Tam soysunlar, bişib tam soyduqdan sonra artıq başlayırıq bir-bir hər tərəfinə glazur vurmağa. Əllə etmək daha rahatdır, ona görə mən elə əlimlə glazur vurdum. Siz də elə əllə tez-tez glazuru hər tərəfinə çəkin. Və çəkdikdən sonra yenə də elə yağlı kağız üzərinə yığırıq və gözləyirik ki, qalsınlar, qurusunlar. Sonda indi qabı da sizlərə göstərəcəm. Yəni hazırladığım bu glazurda 42 ədəd pryanikin hamısına yetərincə çatdı. Nə artıq olmadı, nə əski olmadı. Hamısına birəbir çatır. Pryaniklərin hamısına glazur vurduqdan sonra hər tərəfinə belə əlimizlə çəkdikdən sonra bunları gözləmək lazımdır ki, qurusunlar. Bu glazur həddindən artıq tez quruyur. Demək olar ki, 1 saata kimi mənim bu pryaniklərimin üzərindəki glazurlar qurudu. Üst hissə tez quruyur, açıq olduğu üçün, amma alt hissə kağızın üzərində olduğuna görə biraz üstə nisbətən gec quruyur. Ona görə əlinizi vurub yoxlayarsınız. Görsəniz ki, artıq üstü qurudu. Üstü quruyan kimi həmin bu pryanikləri bu listin içərisindən yığın, digər bir listin içərisinə və ya yağlı kağız üzərinə üzü aşağı vəziyyətdə yığmaq lazımdır. O cür yığsanız bir 15-20 dəqiqədə qaldıqdan sonra, yəni uzağı yarım saat görəcəksiniz ki, artıq alt hissələr də tez quruyub. Baxın, bu sizə göstərdiyim ilk hazırladıqlarımdır. Yəni bunları ilk olaraq glazura vurdum. Görürsüz, artıq üzəri quruyub, alt hissəsi amma biraz nəmli qalıb. Gözləyirəm ki, digər listin içərisində olan bu pryaniklərin üzəri də qurusun. Hamısının üzəri quruduqdan sonra mən nə etdim? Qeyd etdiyim kimi, baxın, hamısını üzü aşağı vəziyyətdə ayrıca bir yağlı kağızın üzərinə çevirdim. Və bir hardasa yarım saat, yəni uzağı yarım saat keçdi. Baxdım ki, alt hissələr də qupquru qurudular. Baxın, burada da sizə göstərirəm. Hətta əlimi belə göstərirəm ki, əlimə də qətiyyən yapışmır. Görürsünüz necə gözəl quruyublar. Çox tez bir zamanda, ümumilikdə 1 saata kimi hamısı qurudu. Elə adam var ki, bunu qurumaq üçün sobanın az dərəcəsinə yerləşdirir. Yəni sobanın içərisinə yerləşdirir ki, orada qalsın, qurusun. Qətiyyən ehtiyac yoxdur. Elə üstü açıq vəziyyətdə qoyun, qalsın masanın üzərində, üzəri qurusun. Üzərləri quruyan kimi ayrıca bir yağlı kağızın üzərinə yerləşdirin, üzü aşağı vəziyyətdə. Həmin o alt hissələr də belə üstü yuxarı vəziyyətdə qalanda, həmin o alt hissələr də tez bir zamanda quruyacaqlar.
Artıq mənim hazırladığım pryaniklərin hamısı qupquru quruyub. Qətiyyən pryanik sevən biri deyiləm, amma bu hazırladığım pryaniklər inanın o qədər dadlı, o qədər ləzzətlidir ki, artıq hazır olandan neçə dənəsini demək olar ki, yemişəm. Həqiqətən də o qədər möhtəşəm alınıblar ki, yumurta qoxusu qətiyyən gəlmir glazurdan. Pryaniklərin üzəri azacıq xırçıltılıdır, amma içərisi pambıq qədər yumyumşaq. Sanki ballı tort yeyirsən. Baxın, o dərəcədə yumşaq bir pryaniklər alınır. Çox ləzzətli, çox gözəldir. Mağazalardan bu ləzzətdə, bu dadda qətiyyən pryanik tapa bilməzsiniz. Mütləq özünüz hazırlayın, dadına baxın. Videonda mütləq yaddaşa verin ki, itirməyəsiniz. Yaxınlarınızla da paylaşın. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.